Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Qusar rayon mərkəzi xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir. Məlumatı Şimal xəbərləri NİM baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva tibb işçilərinin WhatsApp qrupuna bu cür mesaj göndərib. Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq. Bu yazışma tibb işçiləri arasında ciddi narazılıq yaradıb. İddialara görə yaranan mübahisələrdən sonra İlhamə Hacıyevanın göstərişi ilə WhatsApp qrupu bağlanıb. Bəzi məlumatlara görə Qusar rayon mərkəzi xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə bu rekord göstəricidir. Hazırda Qusar rayon prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu WhatsApp yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq, deyə Mehdiyev qeyd edib.